Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün mühüm bir məlumatı diqqətinizə çatdıracağam. Bəlkə də çoxlarınız bilirsiniz, amma bir-birimizə xatırlatmaqda da fayda var. Bu videonu izləyəndən sonra mətbəxə keçib hansı qida məhsullarını oradan dərhal çıxaracaqsınız. Bax, bunu sizə deyəcəm, amma öncə kanalda üstə gəl düyməsinə basıb abunə olun. Eyni zamanda da videonu paylaşmağı unutmayın ki, daha geniş auditoriya bunu bilsin və artıq bu kapitalistlər bizi aldadıb sağlamlığımıza ziyan vura bilməsinlər. Söhbət ilk növbədə margarin yağlarından gedir. Bildiyiniz kimi margarin süni şəkildə əldə olunur və o bərk formaya süni şəkildə kimyəvi prosedurlardan keçərək salınır. Dəyərli izləyicilər, maye yağlar kərə yağına bənzər görünüş və dad əldə edə bilmək üçün müxtəlif kimyəvi əməliyyatlardan keçirilir. Və ilk olaraq da bu Birinci Dünya müharibəsində cəbhədə döyüşən əsgərlərin yağ təminatını artırmaq üçün və çatdırmaq üçün yağı belə bir yol fikirləşib tapıblar və illər keçdikcə də necə deyirlər, bu təkmilləşdirilib. Artıq trans yağlar günümüzün bir parçasıdır və marketlərdə bütün rəfləri bəzəyir. Amma bu yağlar təbiətdə olmayan yağlar olduğuna görə insan orqanizmi tərəfindən də qəbul olunmur, sorulmur və damarlarda yığılıb qalır. Buna görə də ürək xəstəliklərlə bağlı riski artırır. İnsan orqanizminin qəbul etdiyi yağlar hansıdır? Kərə yağı, quyruq yağı, hansı ki illərlə bunun ziyanları haqqında danışıblar. Amma əslində indi bəlli olub ki, kərə yağı, quyruq yağı, süzmə zeytun yağı və iç yağı, bax bu yağlar insan üçün ən faydalı yağlardır. Yəni istifadə edə biləcəyimiz yeganə yağlar bunlardır. Ürək xəstəlikləri riskini 3 dəfə artırır margarin və qeyd edək ki, xolesterolu yüksəldir. Söhbət pis xolesteroldan gedir. Yaxşı xolesterol isə aşağı salır. Eyni zamanda immun sistemini ciddi şəkildə zəiflədir. Günə baxan qarğıdalı, soya kimi yağların illərlə sağlamlığa zərərli olduğu iddia olunurdu. O qədər ki, illərlə kərə yağının və iç yağının da ürək xəstəliyi və digər xəstəliklərə səbəb ola biləcəyini deyirdilər. Amma sonradan bəlli oldu ki, bu əslində firmaların özlərinin çıxardığı məlumatlardır və indi bu qaralamaların haqsız olduğu ortaya çıxdı nəhayət ki. Necə ki, 80 yaşında kərə yağı ilə, iç yağı ilə bəslənən babalar, nənələr hələ də sağdır, ürəkləri də saat kimi işləyir, amma heç kərə yağını tanımayan şəhərdə margarinlə qidalanan insanlar 40-45 yaşlarında açıq ürək əməliyyatlarına girirlər, ürək damar sistemində tıxanıqlar yaradır, başqa problemlər yaranır. Normal yola da yeriyə bilmirlər, təngə nəfəs olurlar. Ona görə də əgər deyirsinizsə ki, mən margarin almıram, evimə margarin daxil eləmirəm ümumiyyətlə, burada yanılırsınız dəyərli izləyicilər, çünki biskvitlər alırsınız, tortlar alırsınız, şokoladlar, müxtəlif çipslər, krekerlər, peçenyalar, hətta necə deyirlər, bu şirniyyat bişirmə dükanlarından aldığımız o bulkular və s. ki var, qızartma kartoflar yeyirik hardasa, kafelərdə və s. Bunların əksəriyyətində margarin yağına rast gəlinir. Əgər aldığımız məhsulların paketinin üzərinə də baxsanız bunu görmüş olacaqsınız. Qeyd edək ki, dəyərli izləyicilər, hidrogen, nəbati yağ və hidrogenizə olunmuş bitki mənşəli yağlar istifadə edilir bu məhsullarda və bunun nə mənaya gəldiyini də insanlar bilmirlər və istifadə etməkdə də tərəddüd etmirlər. Fikirləşirlər ki, hər halda bağlı paketdədir, xarab deyil, vaxtı keçməyibsə hər şeyi yeyə bilərəm. Amma belə deyil dəyərli izləyicilər, çünki ümumiyyətlə paket məhsulların, qablaşdırılmış hazır məhsulların istifadəsini mümkün qədər azaltmaq lazımdır və bunu ən zəruri hallarda heç bir yeməyə əliniz çatmayan bir yerdədirsə istifadə edin. Mənzillərinizdə, evinizdə bizim o ənənəyə uyğun qazan yeməkləri, analarınızın bişirdiyi yeməklər qala-qala bu cür məhsullardan istifadə etməyin ki, birbaşa margarin yeyənlər və dolayısı yolla bunu qəbul edənlər gələcəkdə problemlərlə üzləşməsinlər.